Vaxtınız xeyir olsun əziz və dəyərli izləyəcəyiz. Həftə sonunu yaşayırıqsa, bazar günü yaşayırıqsa, ələxüsus bu o deməkdir ki, həftə sonlarının bazar günlərinin ən çox baxılan, nəinki bazar günləri, şənbə bazar günlərinə baxılan bizim dəyərli qonaqlarımızın iştirak elədiyi Gümrah Həyat proqramı Mən Gülnar Səhliyarın təqdimatında bugün də öz növbəsində yayımlanır ki, yaxın bir saat ərzində bir çox mövzularla əhatəli danışacağıq. Dəyərli izləyəcəyiz, qeyd eləmək istəyirəm ki, qonaqlarımızla bağlı artıq günlərdir anonslardan görürsünüz ki, elə anonsları görməsəniz belə bilirsiniz ki, artıq həftənin bazar gününü yaşayırıqsa, bu o deməkdir ki, bizim dəyərli ailə doktorumuz və sözsüz ki, ölkə üzrə ən tələbatlı androloq, dermatolog Mirzəli doktor Cəfər Quliyev studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz doktor. Çox sağ olun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Yaxşıyım, çox sağ olun. Necəsiz? Yaxşı, təşəkkürlər. Yaxşı, salamlaşmadınız mənlə. Gülnar xanım, siz də mənim kimi bugün bir 50 adama baxıb sonra gəlsəydiniz, əlbəttə ki, belə olardı. Bilirəm, doktor, bilirəm. İnan, bugün danışmaqdan demək olar ki, səsim batıb. Mən həmişə sizdən o gözəl enerjini gözləyirəm və o gözəl enerjidən qaynaqlanıb sizə o gözəl enerjini ötürmək istəyirəm. Bu o deməkdir ki, biz sizdən bu enerji alırıq, doktor. Bilirəm ki, pasientləriniz də sizdən hər zaman o gözəl enerjini istəyir. Bax, gündəlik dediyiniz kimi kifayət qədər çox sayda pasientlər qəbullarınıza gəlir. Paytaxt Bakıdan, regionlardan. Şəxsi müşahidələrinizi əsasən istəyəcəm cavablandırasınız ki, bəylərdə də, xanımlar da günümüzdə kifayət qədər çox gəlir qəbullarınıza ki, bəylərdə, xanımlarda günümüzdə daha çox hansı problemlərlə bağlı müraciətlər daha üstünü təşkil edir. Bilirsiniz, indi yaz aylarıdır deyə hal-hazırda dəri xəstəlikləri daha çox müraciət edir. Özünüz bilirsiniz ki, necə ki, təbiət oyanır, eyni ilə də dəri xəstəliklərinin oyanan vaxtıdır. Bundan əlavə kişilərdə əlbəttə qışdan sonraki period bilirsiniz də o elə bir mövsüm olur ki, nə isti olur, nə soyuq. Elə bilirlər istidir, artıq soyunurlar, yəni paltarları yüngülləşdirirlər. Və yaxud elə bilirlər ki, soyuqdur, çox giyinirlər, tərləyirlər, təzədən xəstələnirlər. Ona görə biraz indi elə bir mövsümdür ki, xəstələrin daha çox, məsələn, ən çox xəstə sayı olur aprel, bir də may ayında. Ona görə ki, qışdan mövsüm dəyişir, bəli, immunitet qış periodu, məsələn, günəş işığı qəbul olunmur, vitamin D-nin çatışmamazlığı və s. Əlbəttə ki, burada immun sistemindən də söhbət gedir ki, immun sistemi zəiflədikcə məlum şeydir ki, bütün xəstəliklər oyana bilirlər. Mən sizə açıq deyim, bu hal-hazırda qadınların demək olar ki, 90% gedib yaxma verirlər, hamısında ureplazma çıxır. Birincisi, o ureplazma çıxan müəssisələrə mən üzümü tutub deyirəm ki, bu Kitaydan gələn ucuzlu reaktivlərdən az istifadə etsinlər. Yəni, o ona görə çıxır bir tərəfdən. Digər tərəfdən onu deyim sizə ki, hal-hazırda immun sistemi zəif dövrdür. Yəni ki, qışdan çıxmış insanlardır. İndi kim analiz versə, immun sistemi kimdə zəifdirsə, mütləq onda nəsə çıxacaq. Və bunların hamısını nəzərə almaq lazımdır. Və burada nəzərə almaqla bərabər, məsələn, dəri xəstəliklərində biz nə edirik? Artıq, məsələn, rəngbərəng dəmrovun oyanan vaxtıdır. Bu nədir? Bədəndə ağ, qəhvəyi, qırmızı ləkələrin olan dövrü başlandı. Ondan sonra psoriazın, yay psoriazının oyanan vaxtıdır, başladı. Digər xəstəliklə allergik, məsələn, özü bilirsiniz, indi bu toz ağacı, bilməm onu nə vaxt, nəyə görə əkiblər. Hamı bilir ki, toz ağacı özü, bəli, allergen bir ağacdır, amma ki, əkiblər də. İndi o ağaclardan olan tozlar bir çox allergik insanlara pis təsir eləyir. Yəni, allergiyalar başlayır. Başqa nə deyim, yəni dəri xəstəlikləri bir tərəfdən, bir də ən çox, məsələn, yayılmış xəstəliklərdən qasıq epidermofitiyası deyilən bir xəstəlik ki var, göbəlik mənşəlidir. Çox dəhşətli bir xəstəlikdir. Mən sizə açıq deyim, onu malca eləmək də çox çətindir. 3 aydan 6 aya qədər malcası çəkir. Allah eləməsin ki, naşı bir həkimə getsin, orada hər hansı bir hormonal vasitələrdən istifadə etdilər və salamı xəstənin evi yıxıldı. Getdi bir ilə malca eləyə bilər, ya eləyə bilməz. Çünki bəzi insanlar qaşınma zamanı qaçır apteka, ay məndə səpki var, qaşınır, verirlər ona hormonal mazları, hormonu sürtdükcə həmin o qasıq epidermofitiyası elə bilin ki, əkilmiş buğdaya kübrə səpirsən də, təsəvvürə götürün. Daha da çoxalır və bunun da nəticəsində gətirib çıxarır ki, yəni
xəstəliyi müalicə etmək daha da çətinləşir. Bəzi hallarda bax sizin efirlərdən sonra gələn müraciətlər və yaxud da sayənizdə gördüyümüz o pasientlərdən suallarda, rəylərdə gördüyümüz müşahidələrin şəxsi müşahidəm onu göstərir ki, Azərbaycanda bəylər sanki prostat problemlərini, sanki cinsi funksiyalarında olan problemləri deməyə və etiraf eləməyə çəkinirlər. İndi sizin qəbullarınıza gələndə istəyəcəm, bax sizə olan təəssüratları, sualları, mən düşünürəm ki, sizin o abu-havanızdan dolayı hər kəs suallarını, müraciətlərini rahat-rahat deyirlər. Amma bəzi hallarda dediyimiz kimi də erkən mərhələdə prostat xəstəliklərini aşkarlamaq üçün addım atmırlar sanki. Bax elə bu xüsusda istəyirəm sizdən soruşum. Prostat problemlərindən, bəylərdə çox rastlanılır, çox görünən prostat problemlərindən danışmışkən, erkən mərhələdə prostat xəstəliklərinin hansı gizli simptomları var ki, həmin o simptomlardan artıq bəylər şübhələnib sizin qapınızı döyməlidirlər? Demək, Gülnar xanım, prostat məsələsi belə bir məsələdir ki, ümumiyyətlə mənim yanıma girən adam heç kim utanmır. Hətta o sizin auranızdan. Atasına demədiyi sözü mənə deyir, arvadına demədiyi sözü mənə deyir və s. Yəni nə gizlətmirəm. Çünki mənim, siz düz deyirsiniz, danışıq tərzim elədir ki, onda mən bir dənə sir qoymuram. O açır deyir. Sadəcə olaraq bilirsiniz, xəstələnmək cinayət deyil. Əlbəttə. Cinayət odur ki, xəstələnir müalicə olunmur. Bu yaxşı bir sözdür də mən belə. Əlbəttə. Hərdən məndən də yaxşı sözlər çıxırmış. Sizdən həmişə yaxşı, gözəl sözlər gəlir. Günər xanım, biz necədir? Adi bir söz deyim sizə. Bu gün ən çox yayılan problem, xəstəlik deyil o, cinsi zəiflikdir. Nədir bu cinsi zəiflik? Nəyə görə bu gün yayılıb? Nə üçün son 4-5 ildə bu yayıldı? Yadınıza gəlirsə biz pandemiya dövrünü yaşayırıq, yaşamışıq və yaşayırıq. Və pandemiya dövründə qan dövranında problem yarandığına görə və virusun yoluxduğu, tərrətdiyi, bədənin mayyəsinin itirdiyi və beyin qan damar dövranı və ürək qan damar sistemində yaranan laxtalanma sistemindən çox həyatını dəyişirdi. Həmin o məsələ bugünkü gün bizim gənclərə də çox təsir edib. Bax, sizə deyim, 15-20 il bundan qabaq evlənənlərin əgər arasında 2-3 nəfər, 100 nəfərdən 2-3 nəfərdə toy gecəsi problemi olardısa, indi 50-60%-dədir. Nəyə görə? Birincisi ona görə ki, evlənməmişdən qabaq, nəyə görəsə gedib çıkap müayinədən keçmirlər, yoxlanmırlar, bilmirlər ki, bunlarda nə var, nə yox və s. Digər tərəfdən, Covid keçirmiş hər bir insanda, son vaxtlar mən sizə açıqlayayım sizə, mən bu son 3 ildə hələ görməmişəm ki, bir dənə adamda testosteron səviyyəsi normal olsun. Ya aşağı olur? Hamısında aşağıdır. Aşağının səbəbi nədir? Keçirilmiş Covid, Coviddən sonraki fəsad, fəsaddan sonra düzgün, qeyri-düzgün müalicə və androloji orqanlara gedən qan damar dövranında olan ləngimə və pozuntular. Bunun da nəticəsində gətirib çıxarır testosteron səviyyəsinin aşağısına. Bəli, toy gecəsi problemi deyiriksə, toy gecəsi problemini yaradan əsas səbəblərdən biri insanda olan kişi hormonlarının az ifraz olunmasıdır. Hormonal problemləri. Yəni, təsəvvür eləyək ki, boş tavağın içinə nəsə qoymuşuq pişməyə, yağda pişməyə, amma yağı yoxdur. O pişər, heç vaxt pişə bilməz. Eyni ilə insan orqanizmi belədir ki, əgər qan dövranında hər hansı bir problem, laxtalanma və yaxud başqa bir problemlər varsa, məlum şeydir ki, orada hormonların ifrazı, hormonların hasilatı pozulacaq. Hormonların hasilatı pozulduqda da bizə gəlib çıxacaq cinsi zəiflik, cinsi istəksizlik, prostatit, mən həmişə danışıram da, prostatiti əmələ gətirən səbəblər. Prostatiti elə adi, necə deyərlər, yerindən duran deyir, mən prostat müalicə edirəm, amma bilmir ki, prostat nə olan şeydir. Problemi budur. Bugün terapevt də prostat müalicə edir, ürək həkimi də prostat müalicə edir. Bilirsiniz, belə gülməli bir şey. Sən bir get ürəyi öyrən, sonra gəlib çıxarsan da prostata. Şey demiş ki, ürək yuxarıda daxil çıxmışsa buradandır. Bugün diş həkimləri də prostat müalicə edir. Bunları mən hardan bilirəm? Mən sizə açıq deyirəm. Xəstələrin mənə gətirib gəldiyi reseptlərə baxıram, mənə gətirib gəldiyi müayinə və hansı həkimin onun, mən həmişə soruşuram, həkimin kimdir? Deyir filan kəs. Deyirəm, axı, andrologiya sahəsində belə həkim yoxdur. Deyir, necə naik doktor. Həm də özü də diş həkimidir. Diş həkimi prostat müalicə edir. Yaxşı, bunu qoyduq və. Ay, həkimin kimdir? Filan kəs. Terapevt var, filan kəs. Deyirəm, yaxşı, terapiya hara? Andrologiya hara? Bəli, mən başa düşə bilirəm. Androloq terapiyanı da bilməlidir,
urologiyanı da bilməlidir, dermatovenerologiyanı da bilməlidir və s. da indi hamısını saymayacağım. Amma terapevt andrologiyanı bilə bilməz axı. Və prostat vəzinin müalicəsi, problemləri sırf urologiyada deyil, sırf andrologiyadır. Doktor, hansı nə üçün andrologiyadır? Ona görə ki, uroloq məsələn prostatın strukturası, ekostrukturası, problemi və s. adi iltihabı prostatiti müalicə eləyə bilər. Problemi yoxdur. Amma gəlin indi götürək prostat vəzinin iltihabının əmələ gəlmə səbəbi. Əmələ gəlmə səbəblərindən biri, məsələn, qan dövranının pozuntusu, prostat vəzdə durğunluq. Bunu uroloq müalicə eləyə bilməz axı. O heç öhdəliyində də deyil. Bəli. İkinci, endokrinoloji problemlərdən yaranan prostatitlər. Məsələn, xəstə şəkər xəstəliyinə tutulub, özünün heç xəbəri yoxdur. Tez-tez sidiyə qaçır, yandırma, göynəmə, narahatçılıq və s. və s. və s. Bunu uroloq necə müalicə edə bilər? Uroloq görək, andrologiyanı bilsin, endokrinologiyanı bilsin ki, bu xəstənin o problemini ortadan qaldırsın və yaxud bu cür xəstə görək, endokrinoloq da müalicə eləsin, uroloq da müalicə etsin, dermatoveneroloq da müalicə etsin və s. Demək, bunlar olmasın deyə andrologiya elmi var. Hansı ki, bu andrologiyanın içində bunlar hamısı mövcuddur və yaxşı androloq bu sahələri bilməlidir. O insan ki, götürür 2 dənə dərman əzbərləyir, deyir, mən androloqam, toxum artırıram, ay nə bilim, cinsi fəaliyyəti yaxşılaşdıram. Bunlar hamısı cəfəngiyatdır. Andrologiya böyük bir elmdir. Çox. Onu öyrənmək üçün həm praktika lazımdır, həm savad lazımdır, həm o sahələri, ruslarda bir söz var, heç olmasa naçityorku. Yəni, dörtlük bilməlisən. Yəni, biz Sovet dövründə oxumuşuq, bizdə yaxşı rəqəm var idi, 3, 4, 5. 2 yox, 3 yox. Heç olmasa 4-lük, 5-lik, 5 minutluk bilməlidir ki. Doktor, siz elə öz sahənizə ən elə 5-5-lik bilirsiniz. Yəni, bu sahələri müalicə eləməlidir. Hə, ürəyində problem var, yüngül bir problem var. Onu kardioloqa göndərməyə ehtiyac yoxdur. Androloq öz müalicəsinin içində həmin o preparatları verir ya kompleks müalicə eləyir. Bax, qeyd elədiniz, o Covid-dən sonra yaranan qan damar problemlərimizin təsirindən dolayı yaranan androloji problemlərdə toxundunuz. Bəs hansı az danışılan, amma çox aktual xarakter daşıyan hansı xəstəliklərdir ki, onlardan androloji xəstəliklər və ələxüsus prostat problemləri yaranır? Ay Günər xanım, bəyəm az xəstəlik var ki, az danışılan yoxdur axı, elə xəstəliklər. Məsələn, mən bugün 57 xəstəyə baxıb gəlmişəm, gizlətməm sizdən. Onun elə bil ki, 17-si androloji olub, bir 10-u dəri olub, bir 5-i 7-si şəkər, nə bilim, terapevtik və s. olub. Bilirsiniz, biz verilişləri çox sağ olun. Məsələn, bu maarifləndirici verilişlərə gəlirik, çıxış edirik. Mən ümumi andrologiyadan danışıram. Məsələn, bəzi insanlar elə bilir ki, mən endokrinoloqam, bəziləri elə bilir, mən neuropatoloqam, bəziləri elə bilir ortopedəm, bəziləri elə bilir vertebroloqam, bəziləri elə bilir sırf uroloqam, bəziləri dermatoveneroloq və s. Bəli, mənim sənətim dermatoveneroloq, androloqdur. Mən nə üçün həmişə deyirəm ki, andrologiyanı dermatoveneroloqlardan yaxşı heç kim bilə bilməz? Bunun səbəbi var. Baxaq, mən misal çəkirəm sizin üçün. Dəridə yaranan hər hansı bir xəstəliyi əmələ gətirən səbəblər hansılardır? Əlbəttə ki, daxildən gələn problemlər. Məsələn, adi bir misal çəkim sizin üçün. Xəstədə allergiya var. Allergiya dəridə elə-belə yaranmır ki. Yediyimiz qidadan yaranır. Bəli, ya qidadan qəbul olunur, ya aldığımız havadan olur, ya qəbul edildiyimiz dərmandan və s. Yəni, burada dermatoveneroloq nəyi bilməlidir? Dermatoveneroloq allergiyanın əmələ gəlmə səbəbini bilməlidir və o, burada nə bilməlidir? Bu terapiyanı bilməlidir, qaraciyər ödməli, altı vəz, bağırsaqların funksiyasını bilməlidir. Uroloji problemləri bilməlidir. Nəyə görə? Zəhərlənmə baş verir bəlkə. Yəni, bədəndə hansısa toksiklər əmələ gəlib ki, toksinlər, səpki kimi, necə deyərlər, allergiya kimi, ona görə allergiya verib. Demək, bu allergiyanı ortadan götürmək üçün həkim, dermatoveneroloq bilməlidir ki, bu nədən əmələ gəlib. Mənim heç yadımdan çıxmaz, Səlyamdan mənim yanımda bir xanım gətirdilər, bəlkə də indi verilişimizə baxır, sağdır deyəcəm, bilirəm, çünki son vaxtlardan mənə əlaqə. Demək, bunu adam qalmamışdı gəzdirməsinlər. Bu adam qaşınır. Bu adam dinc deyəmir. Təsəvvürə götürün ki, oğlu da çox yaxşı, valideynə baxan evlada mən həmişə çox sağ ol deyirəm. Əlbəttə. Oğlu da bu xanıma yer qalmayıb gəzdirmir. Daha verilişlərdə çıxan həkimlər, ora, bura, internet araşdırıb gəldi yanıma. Mən ona bir dənə sual verdim. Dedim, xala, nə vaxt qaşınırsan? Dedi, oğlum, gecə, mən ölürəm gecə qaşınmasında. Yata da bilmir. Yata bilmir.
Mən onu başladım, yəni onun dediyinə uyğun, sahəyə uyğun malca yazdım. Mən bunu efirdə deyə bilmərəm. İnanırsınız, 10 gündən sonra da, hətta 7 gün keçmişdi, zəng vurdu, dedi ki, doktor, mən sənə qurban olum. Mən artıq 3 gündür yatıram. Təsəvvürə götürün. Demək, 3 ildir bunu sürüyürlər ora-bura. Yəni, nə üçün sürüyürlər? Bunlar dəri həkiminə getməmişdilər. Getmişdilər allergoloqa, getmişdilər terapevtə, getmişdilər ora-bura. Ay, həkim, sən görürsən bundan sənin başın çıxmır. Əşi göndər mütəxəssisə. Ay, sağ olun. Bax, söhbət budur. Və bilirsiniz, bizim bir mərhum professor var idi. Deyirdi ki, heç kim 3 ay kurs keçməklə nə dermatoveneroloq ola bilər, nə ginekoloq ola bilər, nə cərrah ola bilər. Nə allergoloq ola bilər. İnsan bu sahəni görə institut dövründə oxusun. Gedir 3 ay başqa ölkələrdə də indi qonşu. Qardaş ölkə Türkiyə olsun, fərq eləmir. 2-3 ay kurs keçir, gəlir deyir, mən uzmanam. Abalam, uzman olmaq üçün heç olmasa 13-15 il sən oxumalısan praktik ondan bir yerdə. Sən 3 ay kursa nətər uzman oldun? Uzman nə deməkdir? Bizim vaxtımızda internatura keçirdik. Biz uzmanıq, yəni əslində. Nəyə görə? Biz institutu bitirdikdən sonra 1 ildə internatura keçmişik. Sonra adı dəyişdi. Bəli, biz olduq internaturanı bitirmiş həkim. Yəni bu uzman sözü belə biraz dəbala adı alıb deyə. Vallahi kimi dindirirsən uzmanım. Bir dənə diploma baxım 2 ay kurs. 2 ay kursa adam uzman olur. Bilirsiniz, mən uzmanlarda işim yoxdur. Azərbaycanda uzmanlarımız var. Tibb universitetini bitirib gedənlərə o başqa məsələ. Türkiyədə 6-7 il oxumuş, 5 il uzmanlıq oxumuş, 3 il orada praktika keçmiş. Bu insanlar var, mən tanıyıram, mən adlarını çəkə bilmirəm. Mənim yaxın dostlarımdır, canım qurban da onlara. Amma gedib 2 ay kurs keçib gəlməklə, gəlib burada həkimlərin adını batırmağa ehtiyac yoxdur. Doktor, sizə deyim ki, hər bir dənə də söz deyim. Görürsünüz, bu son vaxtlar bu dırı filan kes. Yəni, dünənə qədər saç ustası idi. Bugün yazırdı dırı, kosmetolog həkim. Sosial şəbəkədə. Yəni, bilirsiniz, bu gülücdür. Sən həkimliyin adını bədnam eləyə bilməzsən, heç cürə mümkün. Həkim olmaq üçün sən oxumalısan. Mütləq. Üzr istəyirəm, həkim olmaq belə halvadır. Doktor, sosial şəbəkələrdə də islahatlar gedəcək, amma televiziyalarda islahatlar çox gözəl formada gedir. Çünki özünüz də bilirsiniz və təsdiq verərsiniz ki, sizin belə deyək də sahənizdə də, digər sahələrdə də islahatlar çox gözəl aparılır. Yəni hal-hazırda aparılır, bəli. İllər öncəsindən müqayisədə indi çox gözəl işlər görülür. Bilirsiniz, həkimlik müqəddəs sənətdir. Amma həkimliyi heç eləmişdilər. Yəni, mən sizə açıq deyirəm. Reallıq. Baxır, qadın salonunda yazırdı, kosmetolog dırı filan kəs, yəni doktor filan kəs. Abalam, əynifə xalat giyməklə sən doktor ola bilmirsən axı. Reallıq. Nə qədər insanlara zədələdilər, o iynələrlə, o nə deyirlər, gellərlə, siz yaxşı bilirsiniz, bura kosmetologlara gəlirdi vaxtı. Yəni, bilirsiniz necədir, Gülnar xanım? Həkimlik sənəti müqəddəs sənətdir. Həkimlik sənəti rüşvət sənəti deyil. Həkim özünü satmamalıdır. Həkimin borcudur ki, xəstəsini müalicə etsin. Mən həmişə deyirəm ki, o gözü xəstənin cibində olan həkimin xəstəsi həmişə zar-zar ağrıyar. Çünki ona görə ki, əgər həkimin gözü xəstənin cibindədirsə, onun fikri pulun yanındadır, onun xəstəni müalicə etməyin yanında deyil. Düzdür, bir həkim hamı üçün yaxşı ola bilməz. Səbəbi nə deyim? Dərman yazırsan, mən həmişə xəstəliyə dərman yazarım, deyirəm, xahiş edirəm, şəkillərini çək at məndən. İnanmazsınız. Demək ki, toxum artırıcı dərman yazmışam, götürüb öskürək dərmanı verib apteka onun yerinə. Vay, yəni, aptekin bu qədər bir savad ola bilər. Yaxşı, yəqin adlar oxşayırmış da. Başım, yox, adım oxşayır, hə. Başım çıxmır, mənim nömrəm var reseptlərimdə. Həmişə də xəstəyə deyirəm, hansı aptekin problemi olanda mənə zəng vursun, mən onu başa salım da. Amma sən götürgünən, məsələn deyirəm, nə olsun F hərfi ilə başlayır? Sən F hərfi ilə başlayan elə hər hansı bir dərmanı soxuşdura bilərsən. Və yaxud özünüz yaxşı bilirsiniz ki, dərmanların var keyfiyyətsizi, var keyfiyyətsizi. Biz yazırıq keyfiyyətini. Götürür, nədir, firma aptekçiyə 1 manat pul verir. Götürür həmin keyfiyyətini yerinə keyfiyyətsizi olmaz. Yəni o xəstələr sağalmayacaq. Məlum şeydir, sağalmayacaq. Sonra da həkimdən narazı olduğunu deyəcək. Bugün mənim bir xəstəm gəlib, inanın, o üzündə gəni ilə gəlmişdi, Demodex-lə. Mən bir aydan sonra, məsələn, mən baxan kimi xəstəyə deyirəm, müalicən düz getməyib. Deyir, yox, doktor, nə almışsınız, hamısını eləmişəm. Deyirəm, bir dənə dərmandavı şəklinə baxıram. Gülnar xanım, 3 dənə dərmandır, 3'ünü də dəyişiblər. Təsəvvürə götürün. İndi bu xəstə nətər sağalsın? Sağ olun. Axı, aptekçi həkim deyil, aptekçi
əgər başı çıxırsa, provizordursa, heç olmasa apteki dərmanların adını bilə bilər. Amma o həkim kimi dərman mı dəyişə bilməz axı? Mümkün deyil. Elə onda da nəticə pis olacaq. Nəticə pis olanda da kimdən yapışacaqlar? Mənim heç Həkimdən yadımdan yapışacaq. çıxmaz. Mən bir türk vətəndaşı vardı. O vaxt xəstəyə müalicə yazmışdım. Aptek götürüb ona şəkər salıcı dərman vermişdi. O xəstə getdi, düşdü toksikoloji mərkəzə. Mən sizə açıq deyirəm. Onu güclə qurtardılar ölümdən. Gəldi mənim üstümə, dedim dərmana baxım. Dərmana baxdım, dedim mən sənə bu dərmanı yazmamışam. Dedi, bəs filan aptekdən almışam. Dedim, get onları ver məhkəməyə. Mən sənə yazmışam bu dərmanı, sənə verib o dərmanı. Vay vay vay, belə hallar çox olur. Bax, söhbət bundan gedir. Deyir, ataların bir sözü var. Bir dərmana görə həyatını itirə bilər. Bəli, deyir, hürməyini bilməyən it qoyuna qurd gətirər. Bu pis misaldır. Düz, amma atalar misalıdır. Ləzzətsiz bizdən, sizdən uzaq, bəli, reallıq. Ay aptekçi, sən əgər başın çıxmırsa bu dərmandan, sən o xəstəyə yalandan o dərmanı verib zəhərlənir. Eynən, dəyərli izləyəcəyiniz, qeyd eləmək istəyirəm ki, doktorumuz istər elə televiziya məkanlarında hər zaman sevərək təqdim edildiyimiz, istərsə də dost mühitimizdə hər zaman, istər androloji mövzularla bağlı, istər dermatoloji mövzularla bağlı, dəri-zöhrə xəstəliklərlə bağlı, hər zaman həqiqətən də tövsiyə etdiyimiz və hər zaman tövsiyədən sonra təşəkkür eşitdiyimiz insanların ən birincisidir, mən düşünürəm həqiqətən də. Və hər gün də sevərək istəyək təqdim edirəm, istər bu, istər digər layihəmizdə. Çünki bir insan, mən hər zaman bunu qeyd edirəm, yəni nadir hallarda olur ki, mən bunu belə deyək də etiraf edirəm ki, bir insana həkim olaraq tövsiyə eləmək bir başqa insana çox böyük məsuliyyətdir. Hələ qaldı ki, milyonların qarşısında bir həkimi aparıcı tərəfdən belə sevərək, alın açıqlığı, üz ağlığı ilə təqdim eləmək çox məsuliyyətdir və mən bu məsuliyyətin altına belə 10-50 əlimi qoyuram və doktorumuzla bağlı hər zaman qeyd edirəm ki, peşəkardır və öz sahəsində bu işin xasıdır. Ona görə dəyərli izləyəcəyiniz, əgər hər hansı bir ailədə uşaq problemi, sonsuzluq halı, bəylərdə prostat problemləri varsa, heç düşünmədən rahatlıqla 050 747 57 57 nömrəsinə əlaqə saxlaya bilərsiniz və qeyd edim ki, doktorumuz yeganə həkimlərdən elə biri və birincisidir ki, bütün suallara, bütün pasiyentlərə saatdan asılı olmayaraq şəxsən özü cavab verir və rahatlıqla siz də Andromed Tibb Mərkəzinə yaxınlaşa bilərsiniz. Sabah, birisi gün, nə vaxt sizə uyğun olsa gəlin, canlı növbədən də qatıla bilərsiniz və yaxud da qeyd olunan nömrə ilə əlaqə saxlayıb 050 747 57 57 nömrəsinə əlaqə saxlayıb canlı növbədən əlavə olaraq da qeydiyyat üçün öncədən qeydiyyatdan keçə bilər. Çünki regiondan gələn kifayət qədər çox saylı xəstələrimiz var, pasiyentlər var ki, rahatlıqla gözləmək istəmirsinizsə, səhər saatlarına yaxınlaşa bilərsiniz. Mərkəzimiz hardadır deyə soruşursunuzsa, mən sizin o sualınızı cavablandırım. Andromed Tibb Mərkəzimiz Mərdəkanda Beynəlxalq Bankın düz yaxınlığında yerləşir və rahatlıqla müraciətlərinizi eləyə bilərsiniz. Mənim suallarım kifayət qədər çoxdur. Ona görə istəyirəm ki, elə proqramın bu yerində bu məqamı da vurğulayım və onu da mütləq vurğulayım ki, doktorumuzun qəbulları tam təmənnasız. Yəni illər öncə olduğu kimi günü bu gün də ödənişsiz qəbullarda, yəni doktorumuzun həkim qəbulu tam təmənnasız. Çünki gözəl klinika deyiləndə hamı elə bilir ki, 50 manat, 100 manat qəbul olacaq. Yox, dəyərli izləyicilər, belə şey olmuyor. İllər öncə də günü bu gün də Mirzəli doktor Cəfər Quliyevin adı varsa orada həkim qəbulu tam təmənnasızdır. Qəbullara yazılmaq üçün də 050 747 57 57 aşağıda mütəmadi qeyd olunur. Zəng eləyin və suallarınızı ünvanlayın, rahatlıqla qəbullara yazılın. Doktor, bir sual istəyirəm sizə səsləndirim. Ümumiyyətlə bəylərdə tez-tez sidiyə getmək və yaxud da sidiyə gedərkən yandırma, göynəmə halları. Bu sanki elə bu dönəmdə daha çox aktuallaşıb, bu fəsil dönəmdə daha çox aktuallaşıb. Bu prostatdandırmı, bu sistit problemindəndirmi? Çünki bəylərdə sistit çox rast gəlinmir də, qeyd olunur. Deyim Gülnar xanım, o dediyiniz sual çox gözəl sualdır, mən sizə deyim. Hal-hazırda bu tez-tez sidiyə qaçma, sidik saxlamama, sidik qaçırtma və s. İstər cavan üstün istəyir, yaşı olsun, müraciətlər çoxdur və bunun səbəbləri mən sizin üçün bir-bir deyim. Ən çox bunun səbəbi yaranır onurğada olan problemdən. Bel, 3-cü, 4-cü, 4-cü, 5-ci fəqərə arasında əmələ gələn protruziya, sıxılma, bəli, sürüşmə və s. bu kimi şeylərdən əmələ gəlir. Çünki mənim yanma xəstə çox gəlir, əlini atır belə. Ay doktor, böyrəyim dağılır. Deyirəm, böyrək deyil, beldir. Ay doktor, sən nə danışsan, mən böyrəyimi soğuğa vermişəm. Deyirəm, bir dənə rentgen elə. Rentgen eləyəndə məlum olur ki, 3-cü, 4-cü, 4-cü, 5-ci fəqərə arasında bunda sıxılma var, sinir sıxır. Mən xəstəyə bir dənə sual verirəm. Uzananda çox sidiyə qaçırsan, ayaq üstə. Deyir, yox, uzananda hər şey əla olur, ayağa qalxan kimi sidiyə qaçıram. O sıxılır, çanaq orqanlarını inervasiya eləyən sinirlər sıxılır, artıq onu sidiyə qaçırdır. Yəni, sistidin birinci əlaməti bu vertebrolojudur. Yadınıza gəlir, mən həmişə prostatitlərdə də bu misalı çəkmişəm. Sistitlərin özündə də. Bəzən deyirlər, səbəbsiz sistitlər, səbəbsiz sistit yoxdur. Səbəbini tapa bilməyən həkimlər var. Ona görə mən bayaq söylədiyim kimi urologiya andrologiya deyil. Urologiya andrologiyanın bir qoludur. Ona görə mənə zəng vurub deyəndə doktor sən prostat həkimisən, deyirəm xeyr.
Mən androloqam. Dermatoveneroloq, androloq. Ona görə ki, andrologiyanı dermatoveneroloqlar ömrü boyu müalicə ediblər. Sovet dövründə, mən sizə açıqlayayım, Sovet dövründə, bax, kim inanmır, zəng vursun, soruşsun. Dermatoveneroloqlar ömrü boyu andrologiya ilə məşğul olublar. Çünki o dövrdə andrologiya yox idi. Var idi cinsi zəiflik, cinsi istəksizlik, bu mövzu. Amma bunlar hamısı birləşməmişdi andrologiya sözünün altında. Hətta bugünkü gün bəzi insanların özü də andrologiya bilmir nə olan şeydir. Elə bilir ki, androloq ancaq prostat həkimidir. Xeyr. Androloq insan həkimidir. İnsana aid nə hansı bir problem varsa, androloq olan hamısını bilməlidir ki, xəstəsini müalicə etsin. Doktor, prostatdan danışmışkən bu sualı səsləndirmək istəyirəm. Prostat vəzinin böyüməsi və ya da prostat vəzinin iltihabi xəstəliklərindən rastlaşan insanların, bəylərin gündəlik həyatını necə dəyişir və yaşadığı ən əsas çətinlik hansılar olur? Prostat vəzinin böyüməsi olan insanlarda və ya da iltihabi xəstəliklər. Gülnar xanım, prostat vəzinin böyüməsi deməyək. Ona görə ki, hər bir orqanın ölçüsü individual ola bilər. Məsələn, 2 metr boyu olan insanın prostat vəzinin ölçüsü ilə 1.70 boyu olan insanın prostat vəzinin ölçüsü eyni ola bilməz. Yəni orada biz standartdan çıxmalıyıq, hər şeyi nəzərə almaq lazımdır. Əgər standart olmasaydı, elə ondan resept yazardıq, qoyardıq internetə, prostatında filan şey olan bunu qəbul eləsin, başında ağrıyanda bunu eləsin. O bəzi firmalar var, marketing sistemi. 4 dənə dərman götürürlər, bu bunun üçündür, bu bunun üçündür, bunu deyirəm nə yaxşı. Onda daha tibb universitetləri bağlansın, elə sizin dərmanınız bütün aləmin müalicə elədi. Mən elə şeylərdən qaçan adamım və həmişə ələ sarım bunları, gizlətmirəm. Yəni, sözümü nəyin üstünə götürürəm? Bu, yenə deyirəm, prostat problemi, sistit problemi, sidik kisəsinin problemi, sidik kanalında olan problemlər və s. Bunlar hamısı tamamilə biri-birinə oxşar və biri-birindən fərqli şeylərdir. Yəni, burada cavana, yaşlıya baxmır. Bax, dünənləri mənim bir xəstəm olub, 28 yaşı var, adenomatoz düyünü 2 cm. Təsəvvürünüzə götürürsünüz, bu nə deməkdir? Məndən qabaq 7 dənə uzisi var, birində də həmin o düyünü tapa bilməyiblər. Düz baxmayıblar. Düz baxmırlar. Nəyə görə? Ona görə ki, bir profili qoyur, ölçülərini yazır, daha həkimin ağlına gəlmir ki, bu eşeliyib axtarım da, görün bunda nə var. Bizim Nizami doktor kimi. Nizami doktor, Nizami doktor 6, 8, 10 profil, 12 profildən baxmamış. Prostat vəzindən əl çəkməz. Ona görə də mən həmişə deyirəm ki, bizdə baxılan androloji uzi Azərbaycanda bir dənədir bugünkü günəcə. Hələ ki, ikincisi yoxdur, nə gizlədim? Reallıq budur da, doktor. Reallığı deyirəm də. Ən yaxşıları yığmışsınız da klinikanızda. Özünüz başda, ən yaxşıları da yığmışsınız əhatənizdə. Doktor, danışdığımız bu problemlər, istər prostat vəzi problemləri, istər digər dəri-zöhrə problemləri, bayaq qeyd elədiniz ki, ləkələrdə bu adı necədir o dəri-zöhrə xəstəlikləri? Rəngbərəng Dəmirov. O, Rəngbərəng Dəmirovla bağlı. Bax, bəzi insanlar düşünürlər ki, bu bir mənalı müalicəsi yoxdur. Müəyyən bir, bəzilər deyir ki, mən qarantiya verirəm, zəmanət verirəm. Bax, o Pullu Dəmirovla da bağlı, Rəngbərəng Pullu Dəmirovun zəmanətini heç kim verə bilməz, istəyir 100 mində xərcləsə düzəlməz, o yalandır. Ona görə dəyərli izləyicilər aldanmayın. Vitiliqanın müalicəsini kim qarantiya verirsə, qarantiya verirəm, yazılı surətdə müqavilə alsınlar o adamlardan. Mümkün deyil. Yəni, biri-birini özümüzə allatmayaq. Amma Rəngbərəng Dəmirovun tam müalicəsi var və s. Qasıq epidermofisiyasının tam müalicəsi var. Yəni, dəri xəstəliklərinin 60-50%-nin tam qarantiyası ilə müalicəsi var. Amma bugün mənə bir xəstə zəng vurub deyir ki, doktor, atam yanımızda olub 7 il bundan qabaq, dərisindən xəstəlik olub, müalicə eləmiş. Deyirəm, nə olub? Deyir, allergiya. Deyir, doktor, o xəstəliyin müalicəsinin xeyri olmayıb, atam yenə allergiyadır. Deyirəm, sən mənə elə sarsan. 7 il bundan qabaq yəni nəsə yiyib allergiya veribsə, indi bugün 7 ildən sonra yenə nəsə yiyib yəqin allergiya verib də. Deyir, bəyəm o tam sağalmır. Deyirəm, sağalır. Niyə sağalmır? Ağzında deyirsən, allergiya. Yəni, elə arvad var ki, ərini görür, qaşınır. Elə ər var ki, arvadını görür, qaşınır. Mən onları da boşaltdırıram. Yəni, sözümün canı nədir? Patiya, antipatiya var da. Yəni, antipatiya olan insan, məsələn, mən heç yadımdan çıxmaz, Piralarda işləyirdim. Otaqda biz iynə vururduq. O vaxt pensilin modu idi. Pensilini vururduq, koridorda birinin ürəyi getdi. İynə? Özünə gətirdiyi nə olub? Dedi, burada haradasa pensilini vurulur. Yəni, allergiya belə bir şeydir. Allergiya ilə zarafat eləmək olmaz. Bir 2 ay bundan qabaq bizim öz klinikamızda, biz həmişə antibiotik yazanda deyirəm, qalxın yuxarıda qızlar sizin üçün prob qoysun. Demək,
probu qoyanda, hətta probu ya, xəstə düşdü şoka. Ay Allah. Yəni bu belə bir şeydir, allergiyadır da, hər şey ola bilər. Ona görə mən həmişə deyirəm, evdə sistem köçürtdürməyin. Hansı ki bu tibb bacılarının mən düşməniyəm, qənimiyəm. Xəstənin başı ağrıyır, gəl sistem köçürt. Nə bilim, temperaturu var, sistem köçür. Onu elə bunu köçür. Bu sistem elə bir dəb düşüb, belə vallahi gülünclü bir şey. Həqiqətən, son dövrlərdə mən daha çox eşidirəm. Bilmirəm, bu tibbin içinə çox girmişəm deyə çox eşidirəm bu şeylər. Çox düzgün deyirsiniz. Çox dəbdir. Hətta Covid vaxtı xəstələrin ölməyinin çoxsunun səbəbkarı o sistemlər oldu. Çünki qeyri-lazım olmayan şeylər köçürülürdü. Sözümü nəyisinə götürürəm. Və yaxud o gün deyə eşitdiniz yəqin ki, Yevlaxda olmuşdu. Ana öz oğluna, uşağına iğnəni vurmuşdu, şoka düşüb ölmüşdü. Yəni dərmanla zarafat eləmək olmaz. Olmaz. Allergenlərlə zarafat eləmək olmaz. Adi bax, məsələn, sizə bir söz deyim, mənim bir xəstəm var. Küncüt yoxdur. Hamı yeyir də bu küncütü yox. Baxın, Gülnar xanım, o xəstəni öldürmək istəyirsənsə, öldürmək ya. Bax, əlində belə küncütü əz, tut burnuna. 15 dəqiqədən sonra adam yox da ya. Ay Allah. Bizim burada bir operatorumuz var. Bizim burada bir operatorumuz var. Yox, balıq sözü indi röyal. Ay Allah. Təsəvvür edin, balıq sözü deyirsən yanında. Qıcınır, yıxılır yerə. Mənim bir xəstəm var idi. Mən şoka düşmüşdüm, onu görəndə. Verilişdi, biraz şey oldu, vaxtımız getdi. Mənim bir xəstəm var idi. Deyir, yekunlaşın. İnanın, çox imkanlı bir adam idi. Bəlkə də indi verilişdə baxır mənə, çox sağ ol deyir. 6-7 il bundan qabaq olub, onu da bir qohumu gətirdi mənim yanıma. Demək, bu qonşu ölkələrdə olmuşdu. Azərbaycanda da həkim qalmamışdı yerində ki, keçməsin. İnanın, bəlkə bir 15.000 pul xərcləmişdi bu allergen testlərə, nə bilim, nəyə. Gəldi, oturdu, dedi, mənə deyirlər ki, sən sağaldacaqsan, dedim, sağaldacağam. Dedi, nədir mənim dərdim? Dedim, ver kağızına. Kağızına baxdım, gördüm cəfəngiyatdır da. 300 manata, 800 manata, 1500 manata, 3000-ə, 5000-ə. Bunun allergen testləri o qədər olunub ki, daha bu nağıldır da. Ay, sağ ol. Dedim, nə yiyəndən sonra allergen olur? Dedi, balıq. Dedim, balığı nə ilə yiyirsən? Fikir ver ona. Balığı nə ilə yiyirsən? Deyir, mən onu xoşlayıram soğanla yeməkdə. Deyirəm, soğanla yiyəndə allergiyon başlayır. Deyirəm, yemə də. Deyir, axı, mən soğan da yiyirəm, allergiya vermir. Təsəvvüzə götürün, ha. Balıq da yiyirəm, allergiya vermir. Amma ikisini bir yerdə yiyir. Deyirəm, bəli. İkisini birləşdirəndə artıq burada karbonhidrat mübadiləsi əmələ gəlir. Demək, ondan səndə allergiya verir. Avalan, bunu yemə, səndə üçün olmayacaq. 6 ildə o adamda allergiya yoxdur. Biz də sizə çox sağ ol deyirik, doktor. Çox sağ ol deyirik ona görə ki, yaxşı ki bizim yanımızdasınız və yaxşı ki, həqiqətən də bu qədər işlərinizin arasında yenə də telemarifləmədə iştirak edirsiniz. Çünki həqiqətən də bəzi hallarda o dilləri meydanı boş buraxmaq lazım deyil. Sonda bir sirr açın. Bizim bu verilişimiz başlayanda birinci gün cəmi 6 dənə zəng oldu mənə. Sonra 15 dənə, sonra 25 dənə. İndi bizim hər bazar günü ki verilişimiz gedir saat 4-də MTV-də. İnanın, günə hər veriliş vaxtı və ya işdən sonra minimum 70-80 dənə zəng gəlir mənə. Yəni, faydamız dəyə bilirsə xalqımıza, yəni insanlar bilir ki, bazar günləri biz efirdəyik, sizinlə bərabər ya maraq yaranıb, ya maarifləndirmədən doğru sözlər deyirsiniz, nəticə alıblar ona görə. Yəni ki, mən buna görə sizə öz təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik sizə. Həqiqətən Qızıldan Dəli zamanınızdan ayrıldığınız üçün dəyərli izləyicimiz, sizə bir faydamız dəyə bilirsə, nə xoş bizə, nə böyük şərəf bizə. Həqiqətən də siz özünüz də bilirsiniz ki, mən tək-tük hallarda hansısa bir həkim belə sevərək ağız olsun təqdim edirəm ki, onlardan biri və birincisi bizim dəyərli ali həkimimiz və gecə, gündüz, səhər, axşam nə vaxt yığsaq, doktor şəxsən öz cavab verir. Sizin də suallarınız şəxsən öz cavab verəcək. Odur ki, siz də elə bu dəqiqə 050 747 57 57 nömrəsinə əlaqə saxlayın və özünüzü etibarlı əllərə tam zəmanətlə həvalə edə bilərsiniz və əmin olun ki, bir həftə sonra, bir neçə gün içində effekt görəcəksiniz. Bir həftə sonra özünüz mənə təşəkkür eləyəcəksiniz. Qeyd eləmək istəyirəm ki, qısa bir fasiləmizi keçdirək. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam eləyəcəyik və ona qədər qeyd edelim ki, ölkə üzrə ən tələbatlı androloq, dermatoloq Mirzəli doktor Cəfər Quliyevlə proqramımız bugün də yavaş-yavaş yekunlaşır. Keçdirik fasiləmizi, fasiləmizdən dərhal sonra qaldığımız yerdən saçlarımızın gözəli ilə bağlı davam eləyəcəyik.
Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edir dəyərli izləyəcəyimiz. Artıq günlərdən anonslardan gördüyünüz üzrə və qeyd etdiyimiz kimi bugün proqramımızın ikinci yarım hissəsini məhz elə isə dəyərli həmcinslərim, nəinki xanımlar, hətta bəylər belə günümüzdə saç tökülməsinə bağlı həddən ziyadə çox araşdırırlar, suallar verirlər ki, bugünkü proqramımızın ikinci yarım hissəsi saçlarla bağlı əziyyət çəkən və problemlər yaşayan izləyəcəyimizə xitabən olacaq ki, saç tökülməsi günümüzdə aktual sağlamlıq və eyni zamanda genetik problemlərdən biridir ki, müasir tibbi müxtəlif üsullarla təklif eləsə də günümüzdə saç tökülməsinin yolu hələ də, yəni həlli yolu hələ tam belə deyim aşkara çıxmamışdır ki, saç tökülməsinin bərpası yollarından biri də təbii üsullar, təbii vasitələrdir ki, dəyərli izləyicilərimiz bu barədə ətraflı danışacaq. Əslində ən doğru metodikada təbii vasitələrdir. Çünki həqiqətən də günümüzdə saç tökülməsi problemi həddən ziyadə aktivdir, aktualdır ki, bu mövzularla bağlı hər birimizin tanıdığı və sevərək məsləhətlərini dinlədiyi və əməl elədiyimiz fitoterapeutimiz Aydan xanım Sadıqov bizi və sizləri maarifləndirəcək. Xoş gəlmişsiniz Aydan xanım. Hər vaxtınız xeyir. Çox sağ olun. Sizi görmək çox xoşdur. Xoş həftə sonları arzulayıram sizə. Əslində bir çox mövzulara toxunmaq istəyirəm sizinlə birlikdə. Ələxüsus saç tökülməsi ilə bağlı. Məlum məsələ, saçlarımız bizim ən gözəl aksesuarlarımızdır. Ona görə saçlarımızla bağlı günümüzdə bir çox yan təsirləri, hətta ekzogen, endogen, daxili, xarici aləmdəki olan problemlər var ki, saçlarımıza təsir göstərir. İstəyəcəm ilkin olaraq sizdən soruşum, saç tökülməsi barədə əhatəli nələri qeyd edirsiniz? Yəni bu saç tökülməsi səbəb olan problemlər, təsirlər hansılardır, nələrdir? Biz saç tökülməsi bir çox səbəblərdən ola bilir. Biz dəfələrcə vurğulayırıq ki, adi uşaqlarını gətirirlər bizim yanımıza. Deyirlər ki, saç kraskası vurmuşdum. Sonra ondan sonra töküldü. Dəfələrcə vurğulayırıq ki, uşaqların təbii saçları var. Onlar bizdən daha çox təbiidirlər də. Uşaqlar belə deyim kaprizli eləyir. İndiki dövrdə uşaqlar çox ərköyündür. Biraz rənglənmək istəyirlər, biraz karandaş vurmaq istəyirlər, biraz saç boyaları eləyir. Amma hamısı da kimyəvidir. Uşaqların nazı ilə oynadıqda onların daha gözəlliyini itiririk. Təbii gözəlliyini itirmiş olur. Özümüzdə də o var. Saç tökülməsindən daha çox daxili problemdir. Həm danışır, bizim hər kəs ətrafımızda danışır ki, Aydan xanım, heç nə olmaz, biz şampun məsləhət bilin bizə, yüngülvari müalicələr istəyirik. Telefondan elə məsləhət bilin. Qısa məsləhətlər istəyirlər. Onu da doğrudan gedib eləyirlər. Amma misal üçün, mən işi ciddiyə alanda ki, biraz müalicə üçün, biraz misal analiz verin, qonşum belə dedi, qohumun belə dedi, etməyin. Onda insanlar belə məyus olur. Axı, qonşum dedi, 2 ay qəşəng saçlarım çıxdı, niyə töküldü? Yenə də deyirəm, bunlar hamısı genetik, daxil əlaqəli olan bir şeylərdir. Heç kim, yəni mümkün deyil dünyada ki, kimisə orqanizmi bənzəsin. Yəni evdəki evlatlarımız belə bir-birinə oxşamırlar. Yəni hər ikisinin anası özümüzük. Amma yenə də deyirəm, xahiş edirəm, diqqətli olun. Mədə bağırsaqda problem varsa, qəbizlik varsa, qida, birinci növbədə biz üçün qidadır. Qida daxil qəbul edirik. Qidada mədə bağırsaqda sovrulmursa bağırsaqlarımızda heç bir effekti yoxdursa, dərimizdə səpkilər varsa, dəmirov varsa, saç diblərdə ekzema, hamısı tökülüb varsa, xanım yaxınlaşır bizə deyir ki, gözəl və təbii saçlar istəyirəm. Deyirəm, xanım, sizdə... Onu kim istəmir ki? Amma sizdə daxildə problem o qədərdir ki, qidanı sovrulmur mədə bağırsaqda. Heç bir, yəni belə deyim sizə, gözəl effekti yoxdur. Sizin qidalar balansınızda problemlər çoxdur. Yəni ki, belə yaxınlaşıb biri də deyir ki, D vitamini çox qəbul etmişəm. Aydan xanım, niyə indi misal üçün mənim belə problemlərim var? Niyə mən D vitaminindən analiz göndərirsiniz, B12-dən analiz göndərirsiniz? Dəfələrcə vurğulayıram. Ya balansınızda var idi, çox, aşırı da qəbul etmək olmaz D vitaminini, börək xəstəliklərini gətirib çıxardır. B12-ni də eyni zamanda. İnsanlar kimlərinsə dediyinə daha çox önəm verir. Əslində qas elə deyil. Biz analiz verin, sizdə nə qədər artıqdır, nə qədər azdır, onun üstündə çalışaq. Onu belə işlərlə yaxınlaşmayaq, yanaşmayaq öz gözəlliyimizə. Axı, saç bizim doğrudan gözəlliyimizdir. Birinci insan dərisi ilə, saçı ilə, görünüşü ilə xoş təsir bağışlayır da. Mən həmişə deyirəm, düz daxili gözəlliyə çox önəm verən biriyəm. Amma ilk olaraq xarici gözəlliyə baxırıq da, gəlin indi real etiraf eləyək. Atalarında belə misal var ki, deyir, insan belə gəlişi ilə qarşılanır, beyninlə, təfəkkürünlə, nitqinlə, danışığından yola salınır. Həqiqətən də nə qədər də desək ki, daxili aləm gözəlliyi, düzdür, mənəviyyatımızı gözəl saxlamalıyıq, amma özümüzə baxımı da, özümüzün sağlamlığımızın qeydinə qalmağı da çox vacib əməl eləməliyik. Günümüzdə ümumiyyətlə mən şəxsən öz adıma deyirəm ki, saçı baxımsız, dərisi baxımsız olan insan düşünürəm ki, hər şeyə laqeyd yanaşır. Çünki bu bizim Allah təalanın bizə pulsuz verdiyi naz nemətdir də, saçımız da, aksesuarımız da ən gözəl naz nemətlərdir. Ona görə dəyərli izləyəcəyimiz sağlamlığımızın qeydinə vaxtında
qalın, elə gözəlkən qalaq. Həqiqətən də bir məqama toxunmaq istəyirəm. Bəzi insanlar var ki, genetik faktorlar orada vacib əhəmiyyətli rol oynayır. Genetikasında dazlığa meyillik var, ya tökülməyə meyillik var. Bəs belə olduğu təqdirdə, yəni genetikasında nə bilim, məsələn, bəydisə, atasında, dayısında saç tökülmələri, yəni dazlıq, kəllik problemi varsa, o da mütləq dazlıqdan əziyyət çəkməlidir. Misal üçün, aktual suallardan bizdə daha çox sosial şəbəkələrdən göndərilir total alopesiya haqqında. Yerli, hə? Belə yumru formada. Bəli, ocaqvari tökülüşlər olur. Bilirsiniz necədir? Onlar, xanımlar bizə müraciət edəndə necə müraciət edirlər ki, yox, bu bizdə genetik deyil. Yəni, tamamilə 2 aylıq, 1 aylıq tökülmədir. Analiz verəndə çıxır ki, total alopesiyadır. Dünya üzrə hələ ki, bunun nədən qaynaqlandığı bilinmir. Bəziləri stresə bağlayır. Mütləq bəzi yerlərdə də var, bunu qeyd ediblər. Bizcə saç tökülməsi bir hallarda B12-dən də biz qaynaqlanırıq. Biz vitaminlərdən, yəni daha çox dünyada bizə onu tutub deyirlər ki, vitamin çatışmazdır. Düzdür, qidanın balansda mütləq olmalıdır. İmmunitetə olmayan bir insanda nə üçün saçdan söhbət gedə bilər? Nə qaşda töküləcək, kiprikdə töküləcək. Mən bunların hamısına razıyam. Amma insan psixoloji durumu da var. Yəni insan qorxanda da tökülür saçı, həyəcan keçirəndə də, adi imtahanlar hazırlaşanda da. Bunların hamısına razıyıq. Biz necə daha çox mən müraciət edəndə xanımlarda bir şey görmüşəm, inkar. Nəsə deyəndə ki, xanım, olar sizə sual verim şəxsi, bəlkə siz bundan sonra nəsə düşünərsiniz də. Xanımın uşağına gəlmişdi yanında, biz indi onların gözünə dili ilə desək uşaqdır, amma yeniyetmə xanımdan gəlmişdi. Deyirdi ki, saçını qırır, yeyir. Boynunu almaq istəmirdi, sonra biraz çox üstünə gedəndən sonra boynunu alır ki, bu hissələrdə daha çox, yəni arxa hissələrini eləmirlər və o psixoloji bir durumdur. Sonra mədə bağırsağında əməliyyat da belə məsləhət bilir yeri vaxtda olur. Orada da tük çıxmışdı nə qədər. Yəni belə deyim də sizə çox faciələr rastlaşırıq. Ümumiyyətlə çox böyük problemdir, mən düşünürəm o problemlər. Belə olduğu təqdirdə psixoloqla paralel işləyirsiniz yoxsa? Mütləq, müraciət eləməklərini çox xahiş edirəm. Uşaqlarınızı diqqətlə dinləyin, hər dəfə deyirəm onu. Onlarla söhbət eləyin, 15 dəqiqənizi ayırın. Məsələn, bugün məktəbdə nə oldu? Kimlə mübahisə elədin? Necə keçdi? Müəllimə ilə necə yola getdin? Hər bir detalda bir şey keçirəcək. Məsələn, xanımlar gəlir yanımıza, evlənməyə hazırlaşır, nişanlı ərəfəsindədir. Məsələn, nişanlısını utanır. Yəni, sən ondan deyirəm, dünyaya daxil olursan, xoş bir ab-hava yaranır, siz ona səmimi olmalısınız. Yəni, niyə də bunları gizlədirsiniz? Yəni, saçını belə çevirəndə biz gördük ki, orada ocaq var, çox bərbad bir vəziyyətdir. Xanıma da dəfələrcə vurğuladıq ki, biraz uzadın vaxtı, çünki total alopesiya heç vaxt, yəni 2 aya sağalası bir prosedur deyil. Amma sağalacaq bir prosedur. Bəli, amma yenə də vaxt aparır. 8 ay apara bilir, 6 ay apara bilir, hətta illərə qədər söykənə bilir. O da yenə qida balansına daha çox bağlıdır. İnsanlara biz məsləhət bilirik, təbii yeyin, təbii qidalarda belə deyim, almanı, misal üçün daha çox xarici almalar yeyin, yerli almalarımızı bəyənmirlər. Qurtlu almalar yenə, qurtlu almalar, ən gözəl, ən təbiisi. Deyirik ki, qabıqlarını soyun, həzminizə daha xeyirli olsun. Xanımlar biraz əyincəkli çıxır, %100 dediklərimizi eləmirlər. Baxın, bizim ən böyük problemimiz Gülnar xanım budur. Ya qidada düz eləmirlər, ya dediklərimizi vaxtında qəbul etmirlər. Dəfələrcə də vurğulayırıq ki, xahiş edirəm, özünüzə qarşı məsuliyyətli olun. Çünki əgər siz istəyirsə gözəl olasınız, psixoloji sarsılmayasınız. Mənəvi də yəni bunlar hamısı gəlir üstünə düşür. Xahiş edirəm ki, nə olar diqqətli olun. Bu sizin canı. Yəni bizdən ayrıla bilərsiniz, bizi aldada da bilərsiniz ki, qəbul edirəm. Yəni əsas özünüzü aldata bilməyəcəksiniz axı. Vaxt gedir. Bir məqam var ki, baxın, günümüzdə ümumiyyətlə bayaq dediyiniz o stres faktorunda bu xarici amillər sayılır, amma daha çox sanki indi mənim araşdırdığım qədərini bilirəm. Siz təbii ki, illərinizi, bütün həyatınızın, bütün maraqlı məqamlarını, tibbin bu qollarını həsrləmisiniz və kifayət qədər çox sayılı geri dönüşləriniz var pasientlərinizdən ki, istəyəcəm bax sizdən bugün həm mən özüm, həm izləyəcəyiniz maariflənsinlər. Maariflənək ki, hansı daxili xəstəliklərdən saç tökülməsi problemi gəlib çıxa bilər ortalığa? Daha çox bir qida. Qidanın üstə çox dururuq. Biz necə qidanı düzgün qəbul gastroenteroloji problemlər. Bəli, biz necədir? Qidanı düzgün qəbul etməyəndə, məsələn, ayaqüstü qidalar çox istifadə edirlər. Xanımlarda dəri səpkiləri olur. Biz xanımları qurt müalicəsinə göndərəndə və ya qida analizlərinə göndərəndə xanımlar deyir, niyə ki, qurtla nə əlaqəsi var? Deyir, sizin qida rasionunuz düzgün deyil. Məsələn, vaxtında qidalanmırsınız, duru yeməklərə üstünlük vermirsiniz, ayaqüstü yeməklər. Mən başa düşürəm, Azərbaycan inkişaf edir günü-gündən, gözəl restoranlarımız açılır, hamımız gedirik ora. Gigiyenik qaydalar amma hər yerdə istifadə yəni düzgün deyil. Yəni özləri də biraz adi, məsəl üçün saç daraqlarından, evdə məsəl üçün anamdan istifadə etdiyimi mən də istifadə edirəm bir xanım. 42 yaşı var, deyir 70 yaşında anamın darağından mən də istifadə edirəm. Dəfələrcə vurğulayırıq ki, o düzgün deyil. Hər kəsin bir 2-3
dənə özünə məxsus darağı olmalıdır. Yəni xanımlar deyir, bunun nə dəxli var, anamdır, genetik, bizdə heç bir problem olmayıb, heç vaxt. Əzizlərim, o vaxt da ola bilər. İndi dünya inkişaf eləyir, hər xəstəlik də yenilənir. Necə ki, qidalarda, yəni prosedurlar, hər şey... Kimyəvi tərkibli qidalar günümüzdə kifayət qədər çoxdur, konservantlar çoxdur. Bəs hormonal pozuntuların yaratdığı saç tökülməsi? Çox. Xanımlar bizə yaxınlaşanda qızları yeniyetmə olur. Onlar deyir ki, biz istəyirik saçlarımız çox gözəl olsun. Amma əksinə olur. Bilirsiniz necə? Üzdə tüklənmə baş verir, qarın nahiyələrində. Uşaqlar bizim yaxınlaşanda bütün bədəndə tüklənmə var, saçda isə az tüklənmə baş verir. Saçda az tüklənmə baş verici bu depressiya salır. Yəni həkimi dəyişməyə məcbur olur. O da yeni bir hormonal dərmanlar, yəni qoşulurlar. Oradan da qəbul edirlər. Kütləvi kimyəvi dərmanlar, preparatlar bədəni məhv eləyir. Bizim də yanımıza gələndə biz təbii bir şeylər məsləhət biləndə, deyəndə ki 2 aydan çox olacaq vaxt, hövsələsiz olurlar. Niyə də yox, axı belə niyə başa düşmürsünüz siz bizi, 2 ay istəyirdi, bizə 3 ay demişdilər, bizə 9 ay deməmişdilər, 6 ay deməmişdilər. Deyirəm, əzizlərim, sizin mədə bağırsağınızda onları təmizləmək üçün bizə vaxt lazımdır. Əlbəttə. Kimyəvi dərmanlar, inanın, bu gündə lazımlı və lazımsız çox qəbul edirlər. Bio əlavələr də günümüzdə çox gərəksiz yerə istifadə edən insanlar var. Bəzi insanlar düşünürlər ki, artıq buna resept lazım deyil, bio əlavələri özüm istifadə edə bilərəm. Bu bəs nə qədər doğru bilinən yanlışdır, yoxsa doğru addımdır mı? Yox, o yerlidir. Bilirsiniz necə, zahirən hər şey yerli bir şeylərdir, müvəqqətidir. Yəni bu günləri məsəl üçün indi var hamısı qanımızdan çəkirlər, saç diblərimizə vururlar. Onlar yenə heç kəsin işini istəmən yetər deyil, öz bildikləri kimi edirlər. Dermatoloqlar da indi çıxıb məsəl üçün bəzi şeylər deyə bilərlər. Onlar trixoloqlarımız var bizim. Onlar çox dərindən də bunları mən düzgün başa düşəcəklər, dərin gedirlər. Saç dibində problem olanda dəmirov, sızınacaq, qaşıntı. Yəni nə qədər iynə doğra vursaq, mezada vursaq, istədiyimiz effekti almayacağıq. Saç dərimizin dibində, daxilimizdə problem varsa, bizə yəni artıq elə vitamin belə kömək etmir. Bəs saç dərisinin sağlamlığından danışsaq, hansı ki bayaq dermatoloji deyirsiniz, saç dərisinin sağlamlığının da mütləq vacibiyyəti var da, hansı ki qabıqlı saçlar, dəmirov dediyiniz kəpəkli saçlar, mütləq saç dərisinin sağlamlığı ilə bağlı və saç dərisinin saçların tökülməsi təsiri ilə bağlı nələri qeyd eləyərdiniz? Biz yaxşı, vaxtında yatmaq, suyu çox qəbul etmək, səhər havanı qəbul etmək, yürüyüşlər keçirmək, insanlar qidalarını ayaq üstə. Mən başa düşürəm, hamımız qazanmaq istəyirik, hamımız iş güc dalıca gedirik, hamımız istəyirik ki, bir şeylər daha çox əldə edək. Amma özümüzü itirməyək də bu yolda. Sağlamlığımız gedirsə, belə deyim də sizə, bu nə dərəcədə bizə əl verəcək, nə dərəcədə qazandığımız da gözümüzə olmayacaq. Çox təəssüf ki, sonra axtaracaq həkimdən həkimə getməyi. Eynən. Qidalar qeyd elədiniz bayaq. Elə bir qida növü varmı ki, həmin o qidanı qəbul edərkən saçlarımız daha çox tökülür? Bizə saçlarımızın tökülməsində hər kəsin genetik faktoru var da. Bəzi insanların məsəl üçün çox vaxt bibər düşmür. Biz deyirik ki, bibəri yeyin, qozu yeyin, piy deyirik. Yəni acı? Yox, şirin bibərdən söhbət gedir. Onları yemək qəbul etmək çox məsləhət bilirik. Amma elə insanlar var ki, deyir, yox, mən bundan qaşınıram. O da psixolojida, halbuki bibərdən qaşınan insan görməmişik biz. Elə insan var ki, məsələn, qurdu var. Səhv salıb ki, saç tökülməsi iləndir də. Qurdunu müalicə edəndən sonra saçları gür gəlir. Heç bir ehtiyac olmur. Həqiqətən qurd xəstəliklərinin saçların tökülməsinə həddən ziyadə təsiri var. Hətta dəri problemləri. Mən bilirəm ki, qurdlarla bağlı da sizin möcüzəvi işləriniz var. Dəyərli izləyəcəyimiz, elə proqramımızın bu yerində qeyd eləmək istəyirəm ki, istər uşaqlarınızla, istər özünüzlə bağlı, saçlarınızla bağlı, ağlınıza gələ biləcək bütün orqanlarınızla bağlı fitoterapevtik bir təbii üsullarla, heç bir kimyəvi preparatlar istifadə eləmədən qurd xəstəliklərinin, qurd invaziyalarının tez bir zamanda son qoymağınızı istəyirsinizsə, rahatlıqla bizim dəyərlimiz Aydan xanıma müraciət edə bilərsiniz. 050 536 16 43 050 536 16 43 bizim əlaqə nömrəmizi rahatlıqla qəbullara yazılıb özünüzə növbəti bir jesti eləyə bilərsiniz. Çünki həqiqətən də bayaq elə Aydan xanımın dediyi sözə qüvvət, bəzən əllərin arxasınca qaçırıq, nələrsə qazanmağa çalışırıq, amma sağlamlığımızda bir problem olduğu təqdirdə Allah heç kimi sağlamlığına sınamasın, amma reallıq budur ki, bəzən sağlamlığımızla sınağa çəkildiyi bir zamanda artıq heç bir gözümüzə heç nə almıyor, heç nə gəlmir. Ona görə dəyərli izləyəcəyimiz, hər birimiz vaxtında Allah-Taala'nın bizə təmənnasız verdiyi bu sağlam həyatımızı, sağlamlığımızın qeydinə qalmaq və təbii vasitələrlə özümüzü daha da gözəlliklərə sövq eləyə bilərik. Bu xüsusda Aydan xanım istəyəcəm sizdən soruşum. Baxın, sosial şəbəkədə, istər elə YouTube platformasında, istər Instagram platformasında, istər TikTok üzərinə sizə kifayət qədər çoxsaylı müraciətlər gəlir, suallar gəlir. Bəs sırf saç tökülmələri ilə bağlı, sırf saçların daha da gözəlləşməsi ilə bağlı hansı suallar daha çox sizə ünvanlanır ki, əlimizdə fürsət var ki, onu toplu şəkildə kütləvi olaraq cavablandırasınız? Şampunlar daha çox bizə məsləhət verirlər ki, Ayda xanım, çox xahiş edirəm, suallar verirlər ki,
Daha çox tez suallar verirlər ki, şampun hansını məsləhət bilərsiniz? Əzizlərim, biz ümumiyyətcə bir şampun üstə durmuruq, həm də şampun saç çıxartmır. Yəni o düzdür, gigiyenik qaydaları çox gözəl riayət eləyir, təmizliyi eləyirlər. Amma bilsin necədir, bir şampun saç üçün mümkün deyil. Təkcə şampunla gözəl təsir edəcək deyə bir şey yoxdur. Mümkün deyil. Yəni məsəl üçün saçı dərindən təmizləyə bilir, ona razıyıq. Mən 1 ay, 2 ay çox gözəldir. Amma xanımlar məsəl üçün bir gündən bir yuyanda şampun belə ziyan göstərir, əks təsirini verir. 3 gündən bir yuyularsa saç daha yaxşı olar. Saçın belə özünün, məsəl üçün belə keratini var. Çox gözəl bir duruşu var. Onun balansını belə pozurlar. İnsanlar var, saçlarını tez-tez rəngləyirlər. Ayda misal üçün bir dəfə deyirik rəngləyin, amma xanımlar var 2 həftədən bir rəngləyir saçı. Saçı çox yorurlar. Bu da düzgün deyil. Yəni saçın tökülməyini əgər istəmirsinizsə, vaxtında qidalanmağınıza fikir verməlisiniz, düzgün sularınızı içməlisiniz, yuxunuzu rejimdən mütləq şəkildə riayət eləməlisiniz. Xanımların bizə daha çox verdiyi suallardan biri də odur ki, hansı kraskaları da vura? Deyirəm, əzizlərim, təbii özünü, ümumiyyətlə təbii kraska yoxdur, onu da vurğulayım, kimyəvidir. Amma yenə də əgər istəyirsə saçınız özündə boyalardan istifadə eləmiyor yəni. Çox cüzi miqdarda məsləhət bilərəm ki, məsələn, xına ilə biraz gözəl olardı. Təbii boyadır, əlbəttə. Yod kletkaları var, belə biz deyirik, lorica deyərik ki, yod xətləri, xətləri çəkə bilərsiniz saçlarınızı diblə möhkəmlənsin deyə. Həm də soyuq dəyməsi varsa başınızda, saç boynunuzun arxasına. Biz loruzlara daha çox üstünlük verəndə. Türkə çarələr, təbii üslular. Biz o vaxtda daha çox məsləhət bilirdilər qoynun piyini. İndi kiməsə desək, deyəcək, yox, mən çəkə bilmərəm, mən uda bilmərəm, qida qəbul etmirəm bunu. İndi daha çox belə mahsir düşünürlər. Onu daha çox amma nə var idi elə o vaxtlarda var idi Aydan xanım. Həqiqətən çox real etiraf edirsiniz. Bir mövzuya toxunmaq istəyirəm. Qadınların saç tökülmələrlə kişilərin saç tökülmələrində müəyyən fərqlər varmı yoxsa? Çox. Məsələn, bəylərdə, misal üçün, daha çox bizim yanımıza gələndə stresslə gəlirlər ki, ay mən işimi dəyişdim, özü xanımlarına demirlər. Nədirsə, heç bir kəs belə xanımı ilə məsləhətləşmir, fikrini, ürəyini boşaltmır. Yəni, ailə mövzusuna gedib çıxır o mövzu. Amma yenə də onu vurğulayım, səmimi etiraf edeyim ki, xahiş edirəm, yoldaşlarınızla dost olun. Çünki xanım gəlir, deyir ki, bilmirəm, 2 ay bundan əvvəl başladı tökülməyə. Sonra siqaret, yəni alışqanlıqlar. Zərərli vərdişlər. Zərərli vərdişlərdən sonra bəyim istifadə etməyə başladı, tanımıram onu. Biz psixoloji biraz yanaşma ilə yanaşırıq ki, nədən sonra sizdə belə tökülmə olub? Genetik faktor yoxdur. Hər kəsdə çox gözəl olub saçlar. Analizə göndəririk və bəylə danışanda ya işimi dəyişdim, yəni biraz borclara girdim. Oje biraz stress, gərginlik. Gərginlikdən tökülür. Məsələn, xanımlar daha çox belə deyim də çox gözəlliklər istifadə etməyə çalışırdım. Aydan xanım, tez-tez ustamı dəyişdim, tez kosmetoloqumu dəyişdim. Ondan sonra başıma bu işlər gəldi. Amma belə deyim, daha çox deyirlər ki, D vitamini qəbul edirik. Baxanda görürük ki, yox. Heç D vitamini o qədər də balansa tam oturmayıb, saçını sadəcə yorub insanlar. Ölübay saçlarla müraciət edirlər bizə. Dəfələrcə də xanımlara vurğulayırıq ki, xanımlar, xahiş edirik, saçlarınızda belə 50 tel tökülməyi normaldır. Amma ki, 100-dən o yana keçirsə, həcə siqnalı ilə 2-ci ayından başlayın, onda yaxınlaşın. Xanımlarda ümumiyyətlə mən düşünürəm ki, yəqin siz mənim sözümü təsdiqləyirsiniz. Sanki hamiləlik dövründə və əslində laktasiya dövründə, yəni bu hamiləlikdən sonra süd vermə mərhələsində, süd verdiyi dönəmlərdə saç daha çox tökülür. Bu nə ilə bağlıdır? Yəni elə bir metodika varmı ki, biz süd verdiyimiz mərhələdə belə, xanımlar süd verdiyi mərhələdə belə saçlar tökülməsin? Bilirsiniz, qidasına fikir vermirlər. Xanımlar, məsələn, yuxusuz qalır. Bilirəm, o ərəfədə insanlar istəyirlər özlərini daha çox uşaqlarını həsr eləsinlər. Amma vaxtı-vaxtında qidalana bilmirik, yuxusuz qalırıq. Bir müddət var da, yəni o da gözəllikdir. Ana olmağı hamıya arzulayıram. O da Allah aşkına, hamımızın balasını Allah saxlasın. Sadəcə bir müddət var ki, onu dözməliyik. 3 ay arasında normal olur. 4-cü, 5-ci ayda çox xahiş edirəm ki, biraz özlərinə diqqət eləsinlər. Normal qaydada qidaları tez-tez qəbul etsin. Bir gündə, məsəl üçün, 3 dəfə qidalanırsa, 5 dəfə qidalansın. Suyu balansına tamamlasın. Həm uşağa xeyirdir, misal üçün, istədiyi, həm özünüzə. Xanımlar özlərini unutmamalıdır hər vəziyyətdə. İstər yəni ana olanda da, istər iş dünyasında da. Həmişə xanımlara gözəllik arzulayıram. Bəzi hallarda elə xanımlarda da, bəylərdə də saçlar tökülmə deyil də, sanki saçın materialı deyək də, saçın teli nazikləşir, saç seyrək görünür. Bəs belə olduğu təqdirdə saçın o telinin daha da qalın, daha da gür, daha da sağlam görünməsi üçün nə edə bilərlər? Məsələn, fenlərdən istifadə çox olunur. İstidici fenlərdən. Çox. Yayda misal üçün biz deyirik ki, bunu az istifadə eləyin. Özü onsuz sadəcə hava istidir, quruyacaq. Amma qış ayında misal üçün hardasa baş ağrıyacaq, qarmonit, bəzi xəstəliklər yaranacaq deyə məsləhət bilirik.
Amma indi misal üçün havada da, yayda da görülən çox buxarlı ütülərdən istifadə olunur. Yəni indi elə saç növləri çıxıb ki, üzr istəyirəm, elə quruma növləri çıxır ki, fenlər. Onu heç biz özümüz də bilmirik. Görürük ki, misal üçün saçı qırıcı, saç qıranlar daha çoxalıb. Xanıma parix qoyur, verir, saç taxarlar. Süni saçlardan istifadə edirlər. Süni saçlarda qırır saçı. Məsələn, azdır saçım, istədim bir gündə yatım durum, uzun saçım olsun Ayda xanım. Elədim belə bir şey. O da misal üçün müəyyən müddət qalır da saç. Saç qaynaqları eləyirlər xanımlar. Ağırlıq verir təbii saçlarımıza, onları qırır. Misal üçün xanımın karedi saçları yana qədərində, orada ağırlıq verir, həmin tellər də qırılır. Xanım da sonra yanına gəlir ki, sadəcə arxam töküldü. Deyirəm, xanım, məndən yaxşı bilirsiniz cavabını. Nəyə görə? Çünki arxada ağırlıq eləyir. Daha çox. Biz necə bilmədiyi şeyləri etməməkləri məsləhət bilirəm. Sosial şəbəkələrdə hansısa losyonlardan istifadə etdim, şampunlardan, nələrsə qatmaq lazım idi şampunlarımıza dedilər. Biz bunları etdik. Niyə qonşuma düşdü, mənə düşmədi Aydan xanım? Deyirəm, əzizlərim, belə bir şey deyil. Qonşunuza da müəyyən müddətdən sonra töküləcək. Niyə? Çünki orqanizmini tanımır. Analiz vermədən kör-köranə eləyirlər, sonra benim peşmançılıqla qayıdırlar. Həkimləri günahlandırırlar ki, vaxtı uzadırsınız. Niyə tez çıxmadı? Mən o şampunu vuranda 2 ay tez çıxmışdı. Mən o losyonu eləyəndə elə bir şey yoxdur. Siz sadəcə kör-köranə eləyəndə, belə deyim, istəmirəm heç kəsin işini istəyim. Sadəcə o insanlar belə başlamaya çalışaq. Loruca surəti götürürlər, sonra töküləndə boyun olmurlar. Yəni o siz etdiniz, siz xoşlayırdınız, biz də bunu sizə verdik. Şampunlar bəzən kimyəvi olduğu üçün sürətlidir. Necə ki, məsələn, kimyəvi dərman bir yerimizə xeyir elə, bir yerimizə ziyan eləyər. Saça çox gözəl təsir edir, sonra deyir ki, böyrəyim ağrıdır. Qaraciyərimdə problem yaradır, qəbizliyim çox oldu. Niyə bu qidadan sonra Aydan xanım baş verir? Deyirəm, heç bir qidadan sonra baş vermir. Sadəcə yerli daxil etmişsiniz, sürtmüşsünüz mazlardan. Onlar ki, gürlaşdıracaq söz veriblər sizə, uzadacaq söz veriblər. Nəticə olmuyor. 2 ay xoşları gəlib, 2 aydan sonra görür ki, solğun Aydan xanım, necə gözəl idi, mən toya getdim, hamı məni bəyənirdi. Niyə indi bu vəziyyətdəyəm mən? Deyirəm, xanım, nələr qəbul etmişsiniz? Ən çox da yalan danışırlar, onu da deyim. Yox, heç də etməmişəm, deyir. Sonra üzə çıxır, vaxt keçdi, birimiz tanıyırıq, səmimi oluruq, ailə kimi yaxın oluruq. Deyirəm, valla nə heç kəsə heç eləmirik də, düzünü deyin, səmimi etiraf. Ondan sonra boyunlarını alır ki, kimsə məsləhət verdi, qonşum, sosial şəbəkə, mən də etdim. 3 ayın sonra töküləndə, belə deyim, çox pis vəziyyətdə gəlirlər də. Tökülmüş, yıpranmış, özlərinin psixologiyası yerində olmur ha, ki, nə qədər elədim, alınmadı. Niyə sizcə? O da pis bir şeydir. Bəs elə bir hal olubmu ki, bu illər ərzində şəxsi təcrübənizdə ki, saç müalicəyə tabi olmur da, yəni saç sanki bərpa olmur. Bilirsiniz necədir? O psixoloji bir durumdur. İnsan inanmır, daha çox bilirsiniz necədir? Mən gözəl deyiləm. Mən ola bilmərəm, kimsə mənə belə deyib, mən bu olacağam, mən istəyirdim, olum, ola bilmədim. O depressiyadır. Depressiyadan hətta saçını kəsənlər var idi yanımızda. Bu xanım gətirmişdi öz evladını, yəni biz indi o uşaq gözünə baxırıq təbii ki, 14 yaşı var idi, özünün saçını kəsirdi, amma valideyn bilmirdi. Valideyn elə bilirdi ki, uşağın saçı çıxmır, uzanmır. Deyirdi, valla mən elə baxıram ki, biraz uzanıb sevinirik, amma təzədən saç kəsir. Sən deməsə, uşaq öz gecələr kəsirdi. Yəni o psixoloji durumlar çox görmüşük. Yəni əlimizdən gələn eləyirik, losyonlarla. Bizdə serumlarınız da var, sizin çox gözəl serumlarınız var. Eşitmişəm, bilirəm. Hətta yaxın zamanda o serumları özüm də əldə eləyəcəm. Çünki həqiqətən də, məsələn, biz efir qarşılığında oluruq deyə məcbur bir gün saçımızı bururuq, bir gün düzləşdiririk. Hər gün baxımlı olmaq məcburiyyətində oluruq. Ona görə mən düşünürəm ki, elə hər birimiz, dəyərli izləyəcəyimiz xanımlar, bəylər, iş adamları var ki, onlar hər gün gedə bilmirlər də müalicə üçün. Həmin bu Aydan xanımın hazırladığı serumlardan, şampunlardan, o belə deyim, saçlarımız üçün baxım məhsullarından alıb rahatlıqla özümüz evdə tətbiq eləyə bilərik, dəyərli izləyəcəyimiz. Və qurd invaziyalarının yaratdığı saç tökülmələri ilə bağlı əhatəli danışmış olduq. Hər hansısa bir saç tökülməsi ilə bağlı sonda izləyicilərimizə, bizə tövsiyəniz varsa buyura bilərsiniz. Xahiş edirəm ki, yəni heç kimin sözünə uymayın da, belə deyim, eşitməyin kimsə sözünü ki, qohumun, qonşunun sözünə. Bu xahiş edirəm, bu olmasın. Kimsə öz peşəkarı var. Çox xahiş edirəm, analiz verin, çəkinməyin. Özünüzdə olan xəstəliyi aşkara çıxardın. Nədən yarandı bu sizdə? Fərqi yoxdur. Bu saç tökülməsi də ola bilər, qaraciyərinizdə, şəkərdən də ola bilər. Özünüzü düzgün qiymətlə və düzgün insanlara özünüzü həvalə edin. Əmanət eləyin ki, doğrudan da biz sizin əmanətinizi, canınızı gözəl qaytara bilək. Eynən. Və Aydan xanımın çox gözəl bir sloqanı var ki, əmanətiniz əmanətimizdir. Ona görə siz də rahatlıqla öz saçlarınızı, gözəlliyinizi əmanət eləyə bilərsiniz. Bizim dəyərli fizioterapevtimiz Aydan xanım Sadıqovaya çox dərin təşəkkürümüzü bildiririk. Qızıldan dəli zamanınızdan ayırdığınız üçün dəyərli izləyəcəyimiz, sizlərə də xoş həftə sonları arzulayırıq. Bu günlük bu qədər deyirəm. Qeyd eləmək istəyirəm ki, bugün ən gözəl aksesuarımız olan saçlarımızdan danışdıq ki, fizioterapevtimiz və peşəkarlığına əmin olduğumuz Aydan xanım Sadıqovanın Qızıldan dəli zamanından uğurladıq ki, həm özümüz maariflənək, həm də sizlərin maarifləndirilməsi rol oynayaq ki, sosial şəbəkə adresimiz və əlaqə nömrəmiz olan 050
536 16 43 nömrəsi sizlərin xidmətinizdədir. Əgər yayda daha da gözəl saçlarınızın olmasını istəyirsinizsə və hələ də süni saçlardan, qaynaqlardan istifadə edirsinizsə, rahatlıqla onları kənara qoya bilərsiniz. Valideyn xanım müraciət edib ən gözəl saçlara siz də qısa müddətdə nail ola bilərsiniz. Bu günlük, bu həftəlik bu qədər. Qismət olsun, gələn həftə eyni vaxtda, eyni zamanda görüşmək ümidi ilə özünüzdən və saçlarınızdan müğayət olun. Xudahafiz.